Ramiz Mehdiyevin pulu olan qonşularını tutub pullarını alacaqlar. Pul tələsin. Hə, təbii məsələdir. Yəni heç Ramiz Mehdiyev heç tutmayacaqlar da. İndi mən o gün Əli Kərimli ilə Gültəkin Hacıbəylinin adını çəkəndə, yəni mən bunu şəxsən bilirdim. Mən bir dost var, ona zəng elədim ki, sən bilirsən, dedim, bilirsən, artıq 2 nəfər tapıblar. Dedi ki, yəqin Əli Kərimli ilə İsa Qəmbərdir. Dedim, birini düz tapamadım. Dedim, İsa Qəmbər növbəti mərhələ üçündür. Hələ bu mərhələdə deməli Əli Kərimlə deməli Gültəkin Hacıbəylidir. Allahın köməkliyi ilə yəqin növbəti mərhələdə də İsa Qəmbərlə Arif Hacılı olacaq. Yəni təsəvvür edin, həmən bu Balakəndə idi də, o Balakənin icra başçısını tutdular da. Mən baxdım o günü ona, bu Göyçaylıymış. Mən keçən dəfə də demişdim, bax, indi gəlin belə danışaq da dostlar. Bu Göyçayda deyək ki, başlayıb işə, institut qutarandan sonra, oradan yavaş-yavaş qalxıb gedib Bakıda və onu göndərirlər deyək ki, Balakənə. Mən yine adamdan soruşarlar, qardaşım, sən gözəl mütəxəssissən filan da ki, xurma festivalda da keçirib bir gün əvvəl. Bax, sənin nə itin azıb Balakəndə? Gedir Göyçayda da, Göyçaya göndər, İlham Əliyev onu geçsin Göyçayda işləsin. Yəni, indi həmən qədəşimizin yazdığı, Nizami bəyin yazdığı kimi, sadəcə olaraq Şakıya pul lazımdır, Sərdar Əlibəyli demişkən, Şakıya pul lazımdır, onu da Allahın köməkliyi ilə İlham Əliyev oradan buradan indi Əli Kərimli, Gültəkin Hacıbəylini də bir-iki dənə müxalifət liderlərində oraya qatacaq ki, güya ki şey olmasın da, biraz inandırıcı olsun deyə. Amma əgər əziz dostlar, Ramiz Mehdiyevə verilən statiya ilə olsaydı, o adı çəkilən adamlar var ha. Həmən qaramasqallar gedib onları götürməliydi. Amma Vüqar Tofiqoğlu'nu tutanda deyirlər ki, çox mədəni olub. Əli Nağıyevin adamları çox mədəni şəkildə, Sevinç Telman qızı dedi ki, bəs mədəni şəkildə gəliblər belə ofisində deməli, axtarış aparır, sonra gedib evində axtarış aparırlar mədəni şəkildə. Güya ki, yəni bunların ixtiyarı var. Vüqar Tofiqoğlu'nun evində adını nə qoyub? Vüqar Tofiqoğlu'nun evində deyək ki, axtarış aparırlar, onu bilən yoxdur. Yəni, o nöqteyi nəzərdən deyirəm ki, yəni biz məcburuq. Baxın, 50 liderdən 50 Ramiz Mehdiyevin bandasında hakimiyyət çevrilişi eləmək istəyən insanların arasında 50 adam var siyahda. Ondan ikisini tapıblar, qalıb 48-i. Gəlin bunu hesablayaq. Həftədə 2 adamdan deyək ki, neçə həftə eləyir? 52 həftə var da, 52 həftə var, yoxsa 54 həftə. 52 həftəni deməli 2 yerə böləndə, deməli 48-i 2 yerə böləndə neçə edir? 24. 24 həftə həmən bu 50 nəfərə tapmaqla məşğul olacaqlar və Rauf Arifoğlu da burada çox canıfəşanlıq göstərir. Yəni, lentlər axtarıb tapırlar falan elə. Yəni, burada əsas dövlət adından, yəni də o terroristlər falanlar hakimiyyət dəyişikində əsas İlham Əliyevin əsas köməkçilərindən biri Rauf Arifoğlu. Kəramət Böyükçül deyirdi ki, bu 2005-ci ilə kimi Rauf doğrudan qəhrəman idi də, yəni hardadır ki, deyir, ona kimi deyir, Rauf Arifoğlu'nun çənəsinin əyildiyi adama ləzzət edirdi. Məsələn, dərcə, istəyirdin ki, kaş sənin də çənən əyilirdi. Amma indi ona baxanda deyir, ilgənirsən deyir, ona görə ki, deyir, indi tamam başqa adamdır, yəni indi hər şeyin zibilini çıxardır. Yəni, məsələ budur dostlar, məsələ budur ki, baxın, o ümumi şeyə baxanda, indi yəni bilirsiniz, yəni bizim
o imkanlar yoxdur ki, bu çılpaqlığı ilə bunu göstərəsən, hə. Ağdərəli Paşa da gəldi, salam aleyküm. Aleyküm salam əziz qardaşım. Sevmiş deyirsən. Ben de onu deyirəm. Ben ne deyirəm? Yəni deyirəm ki, biri var, iki cür demək var da, əzizim. Yəni biri var, elə belə dilini sürüyə şey deyirsən, biri də var ki, yəni belə ürəkdən, bizdən bunlar tamam başqa şeylərdir. Yəni o Sərdar Cəlaloğlu bir dəfə danışdı, dedi ki, işgəncə verən polislər arasında bir də görürdün deyir, məsələn, ayağının altına deyir, döyürlər deyir. Baxırsan, iki polisin biri gətirir yuvaş, yəni yalandan vurur. Amma o birisi var gücü ilə vurur. Yəni bunu hiss edirsən. Söhbət yəni bundan gedir. Yəni o məhəbbətin azlığı, çoxluğu məsələsindən gedir söhbət. Burada